sadəcə sənətkar olaraq deyil, həm də insanın özündən danışacağıq ki, bizim verilişimizin özü də əsas özüm, əsas çözümdür və bu gün sizin özünüzdən və sizin verəcəyiniz tövsiyələrlə çözümdən danışacağıq. İnsanın yaradıcılıq qabiliyyəti olmadan o öz həyatını da yarada bilməz. Bu həyatda bir saniyədə sizin həyatınız elə dəyişilə bilər. Sizin sahəniz həm bir uğur gücü təmsil edir, həm də yaradıcılıq bir zərifliyi təmsil edir. O fortunanın saçından yapışmaq mən hər bir kəsə arzu edirəm vaxtında. Heç kəsin həvəsi yoxdur nəsə etməyə, heç bir motivasiya, bir inandığı bir şey də yoxdur. İndi məndə o imkan olmasaydı, o kamera almasaydım, mən başqa yerdə işləsəydim, o tədbirə gəlməsəydim, indi gəlib çıxa bilməzdim. O edə bilərəm dediyiniz şey, o güc nədir ki, sizi motivasiya verir və həyatınızı yenidən qurmağa vəsilə olur? Bizim heç kimə borcumuz yoxdur və heç kim bizə borclu deyil. Bunu dərk eləmək lazım. O vaxtlar keçdi. Doğru. Bizim bir dənə borcumuz var. Bizim valideynlərimizə, bir də övladlarımıza. Vəssalam. O uşağı ingilis dilinə qoyulur, üzgüçülüyə qoyulur, rəssamlığa qoyulur, pianinoya qoyulur. Hələ bu məktəbə də gedir. Axşam da uşaq zombi kimi evə gəlir. Bəy deyir ki, bu xanım mənim xoşuma gəlir. Yoldaşıma xoşuma gəlmir, gidiyor başqasına olur. Əksər valideynlərdə fərqlidir. Hansı sahədə zəifdirsə, biz oranı gücləndirməyə çalışırıq bizim valideynlərdə. Əksinə isə hansı sahə meyillidirsə, biz daha çox o sahəyə yönləndirməliyik. Nəinki zəif tərəfini gücləndirməyə çalışmalıyıq. Deyirlər ki, insan nə vaxt qocalır? İnsan o vaxt qocalır ki, bu həyatda yaşamaq istəmir. Maraqlı insanlarla oturub durun. Maraqlı. Ola bilsin sənin ali savadın ola bilər, amma sən maraqsız adamsın. O həmişə deyir ki, heç nəyi qəlbinə alma. Hər şeyi demirəm vecsiz, sadəcə dərindən yaşamaq. Salam, Əsas Özüm, Əsas Çözüm kanalına xoş gəlmisiniz. Bu səfər hər kəsin həm Azərbaycanda, həm Azərbaycandan xaricdə tanıdığım çox dəyərli sənətkar Ədalət Şükürovdur bizim qonağımız. Xoş gəlmisiniz Ədalət bəy. Çox sağ olun, mən də sizi salamlayıram. Çox sağ ol deyirəm ki, məni dəvət elədiniz və bugün bacardığımız qədər bizim dinləyicilərimizin, tamaşaçılarımızın suallarına cavab verəcəyik. Nə gözəl, sizdən o gözəl, dəyərli fikirləri eşitmək məncə həm bizim üçün, həm də tamaşaçılar üçün çox gözəl olacaq. Çünki bu səfər sadəcə sənətkar olaraq deyil, həm də insanın özündən danışacağıq ki, bizim verilişimizin özü də əsas özüm, əsas çözümdür və bu gün sizin özünüzdən və sizin verəcəyiniz tövsiyələrlə çözümdən danışacağıq. Buradan belə başlasaq, sizi illərlə də müşahidə edirik, tanıyırıq, bilirik. Həm bir yaradıcı insan kimi, həm də uğurlu bir iş insanı kimi tanıyırıq. Və bu ikisinin balansı bizdə həyatımızı anlamlandırmağa kömək edir. Yəni insanın yaradıcılıq qabiliyyəti olmadan o öz həyatını da yarada bilməz. Və bəzən bu yaradıcılıq yolunda biz tək də qala bilirik, anlaşılmadığımızı da hiss edə bilirik. Amma daxilimizdə o yaradıcı qabiliyyəti, o güc olduğu müddətdə həyatımız anlamlanır. Mən sizdən sadəcə maraqlıdır ki, siz bu bütün həyat yolunda o uğuru əldə etmək üçün, çünki sizin sahəniz həm bir uğur gücü təmsil edir, həm də yaradıcılıq bir zərifliyi təmsil edir. O yolda siz hər zaman o dediyiniz sual ki, özünüzə ki, mən hər zaman bunu edə bilərəm. O edə bilərəm dediyiniz şey, o güc nədir ki, sizi motivasiya verir və həyatınızı yenidən qurmağa vəsilə olur? Sual biraz uzun oldu. Bilirsiniz xanım, deyirlər ki, pis adam yaxşı sənət adamı ola bilməz. Və yaxud yaxşı sənət adamı pis insan ola bilməz. Və insanlar səni tanıyırlar uzaqdan bir müğənni kimi və yaxud rəssam kimi və yaxud məsəl üçün müəllim kimi. Amma yaxından tanış deyillərsə, nə istəyirsən fikirləşə bilər. Bu normal bir şeydir, bunu biz normal qəbul edirik. Məsəl üçün, adam da hansısa bir yeni mahnını dinləyir radiodan
özü üçün görməmiş o adamı təsvir edir ki, bu deyəsən hündürdür və yaxud kökdür və yaxud bu deyəsən belədir. Sonra ekranda bu adamı görəndə deyir, mən elə bilirdim bu məsəl üçün hündür boy, belə sarışın, sən demə bu balaca boy, belə bir şey, kök bir olur belə şeydə. Və ona görə də biri var sən adamı yaxından tanıyırsan, biri də var ki, bir müğənni kimi tanıyırsan. Məsəl üçün deyəndə ki, mən sizi elə çox istəyirəm, mən əlbəttə ki, başa düşürəm ki, mən sizi sevirəm, mən başa düşürəm ki, mənim sənətim xoşuna gəlir. Ola bilməz ki, insan məni tanımasın və məni sevsin və s. Bu həyatda bu dərəcəyə gəlmək üçün mən indi də deyirəm, əsas mən indi başa düşürəm ki, çalışmaqdır. Sən çalışmasan, heç vaxt yaxşı sənətçi, yaxşı məsəl üçün çəkməçi, yaxşı aparıcı ola bilmərsən. Əgər bizim qardaşlar, operatorlar bunu öyrənməsə bu sənəti, onlar çəkə bilməz. Mənə psat səbəblə bunu mən çəkə bilməyəcəm. Ona görə də çalışmaq lazımdır, özlərində işləmək lazımdır. Bir də bilirsiniz, mən bir şey bu həyatda başa düşdüm ki, həyatda gərək o deyirlər, bəxtin gətirsin, yox, mən elə deməzdim. Nəsə elə bir şey baş versin ki, doğrudan zəngi gətirsin. Müğənnilər çoxdur. Bizdən də gözəl oxuyan müğənni var, çoxdur. Amma görürsən ki, nəsə, hardasa ola bilsin hansısa bir məqamda, ola bilsin hardasa lazım olan bir yerdə ya bir adamla görüşməyib, ya lazım olan o sözü deməyib və yaxud o adam sağa gedəndə bu soldan keçib salam verməyib, tanımayıb ki, bu adam buna desin ki, gəl biz sənə məsəl üçün yol göstərir. Bu həyatda bir saniyədə sizin həyatınız elə dəyişilə bilər. Elə dəyişilə bilər. Sizin heç ağlınıza da gələ bilməz. Ona görə də mən bu həyatda bunu başa düşdüm. Mən özümü götürəndə mən özüm üçün oxuyurdum. Sankt-Peterburqda işləyirdim. Mən müğənni işləmirdim. Müğənni deyildim heç. Amma həyat elə gətirdi ki, mənim imkanım vardı, video kamera aldım və video kamera ilə məsəl üçün imkanı olmayanda toyları çəkirdim və orada bir adamla tanış oldum. O adam belə deyək ki, bir 70% mənim belə deyək həyatımı dəyişdi. Cavan vaxtı. İndi məndə o imkan olmasaydı, o kamera almasaydım, mən başqa yerdə işləsəydim, o tədbirə gəlməsəydim, indi gəlib çıxa bilməzdim. Ona görə də inanın, bu həyatda hər şey ola bilər. Əsas odur ki, onu başa düşəsən ki, Momenti tutmaq. bu momenti tutmaq çox çətindir. Amma bir çox adamlar var, deyir ki, var idi imkan, amma mən ona görə də Allah Teala sizə həmişə o yolu göstərir. Bu Fortuna var, bilmirəm, görmüsünüz onun şəklini, görməmişsiniz. Fortuna'nın şəklini siz görsəniz, Fortuna gedir və onun saçı qabaqdadır, yəni arxada deyil. Yəni biz görmüşük ki, insan gedəndə və yaxud uçanda onun saçı dalı olaraq küləyə vurur. Bunda saç, o Fortuna'nın saçından yapışmaq mən hər bir kəs arzu edirəm vaxtında. Yapışmadınız, getdi. Yəni cəsur olmaq lazımdır. Bəli. Çünki şans da cəsur Hazır olmaq olmalıdır. lazımdır. Həmişə. Çalışmağınızdan da çox şey asılı. Mütləq. Çünki siz inanmasaydınız özünüzə, çalışmasaydınız, o momentidə, o qızıl momentidə ruslar demişkən upustis, yəni əldən verə bilərdiniz. Bəli. Onu da bilirsiniz necə? Bu elə bil ki, bir adam var, gəlirsən, keçirsən yanına, görürsən ki, orada nəsə qazmaq istəyir, amma oturub dincəlir, sənə deyir ki, sən də mənim yerimə bir dənə oranı qazdı. Bu düzgün deyil. Biri də var, deyir, gəlirsən, deyirsən, görürsən ki, orada qazır, deyirsən, qarşı, gəl sənə kömək edeyim bir yerdə qazaq. O başqa şeydir. Ona görə də bu həyatda bizim heç kimə borcumuz yoxdur və heç kim bizə borclu deyil. Bunu dərk eləmək lazım. O vaxtlar keçdi. Doğru. Bizim bir dənə borcumuz var. Bizim valideynlərimizə, bir də övladlarımıza. Vəssalam. Kiməsə borc
Borcum o mənə borcdur, o düzgün söhbət deyil. Ona görə də özün çalışmalısan, özün nəyə istəyirsən nail olmalısan. Yəni yalnız özün və mən yenə də deyirəm ki, hər gün öz üzərində çalışasan. İşləmək lazımdır. Çox təəssüf ki, hal-hazırdakı gənclərdən söhbət getsə, biz indi psixoloq olaraq hər zaman valideynlərlə ya da gənclərlə danışanda heç kəsin həvəsi yoxdur nəsə etməyə. Heç bir motivasiya, bir inandığı bir şey də yoxdur. Məncə bunun da əslində bir səbəbi də yenə valideynlərə gedir ki, özüm çətinlik çəkmişəm, uşaqlar çəkməsin deyə qoruyurlar, hər şeydən qoruyur və gəlir uşaq biraz necə deyim, onsuz da mama eləyəcək, onsuz da papa eləyəcək kimisindən ağla Müəminə doğru. gəlir. Bilirsiniz Ruyə xanım, zəmanə dəyişib. Yeni nəsil gəlir, nəsil dəyişir hər 25 ildən bir. Əgər sizin 50 yaşınız varsa, uşağın 25 yaşı varsa, o yeni nəsildir. Ola bilsin, siz onu başa düşməyəcəksiniz. O da sizi başa düşməyəcək. Məsəl üçün, siz qulaq asdığınız hansısa bir mahnıya bu deyəcək, nədir qulaq asırsan? Belə mahnı olar. Siz də valideynlərinizə vaxtında onu demişsiniz. Ona görə bunu dərk eləmək lazım ki, nəsil dəyişib. Və əgər əvvəl bizi valideynlərimiz belə deyək də, küçədən evə gətirə bilmirdilər. Oynayırdıq elə küçədə, öz rəfiqələr, dostlarımızla belə. İndi valideyn qorxur ki, uşağı həyətə buraxaram, birdən nəsə ola bilər. Bu da mən valideynlərin çoxunu başa düşürəm. Niyə? Ona görə ki, o vaxt bu qədər, məsəl üçün, inkişaf eləməmişdi. Heç nə o vaxt bu qədər hündür evlər yox idi. O vaxt o hündür evin, məsəl üçün, pəncərəsindən, məsəl üçün, nəsə düşməzdi. Ona görə də valideynləri başa düşmək olar. Təəssüflər olsun ki, indiki zəmanədə siz düz dediniz ki, valideynlər deyir ki, mən əziyyət çəkmişəm, indi bu uşaq əziyyət çəkməsin. Bununla, məsəl üçün, mən yenə də üzr istəyirəm, yenə də bizim dinləyicilərimizdən, tamaşaçılarımızdan evlənirlər. Sonra valideynlər, o məsəl üçün deyirəm yenə də, bəy deyir ki, bu xanım mənim xoşuma gəlmir. Yoldaşıma xoşuma gəlmir, gedib başqasına alaq. Nə var burada? Bax bu, amma əvvəl necə idi? Valideynlər yığışırdı, otururdular. Ay bala, gəl otur. Ay qızım, gəl otur. Bu niyə belə oldu? Biz gəlin bir yerdə bir məsləhətləşək, həll eləyək. Ağsaqqal var idi. İndi elə şey yoxdur. Ona görə də çox təəssüflər olsun ki, valideynlər indiki zamanədə uşaqlara, bax belə deyək də, tərbiyə verirlər. Mən onu açıq deyim, başa düşmürəm və mən bacardığımı eləmişəm övladlarıma. Mən əminəm ki, bilirəm ki, mənim övladlarım elə deyil. Mən bu ilə fəxr eləyirəm. Nədən oturub yoldaşımızla deyir, nə yaxşı bizim uşaqlar belə oldular, elə olmadılar. Məsəl üçün. Ona görə də uşaqlara da siz əvvəlki sualınıza qayıdıram. O incə sənəti, o kitablara sevgini, o musiqiyə sevgini, o dərsə getməyə sevgini gərək formalaşdırasan uşaqlıqda. Məktəb istəyir Qızıldan olsun. Əgər uşaq oxumaq istəmirsə, o getməyəcək oxumağa və siz deyən rəqəmləri almayacaq, qiymətləri. Biz bilirik ki, uşaqlar var, maşallah bizim ucqar kəndlərimizdə heç bir şərait olmadan 700 bal yığırlar. Ona görə də uşağın o sevgini, o ali savada, o öyrənməyə sevgini gələk siz özünüz formalaşdırasınız. Onu formalaşdırmasaz uşaqlıqdan o alınmayacaq. Böyüdükcə onun həvəsi olmayacaq oxumağa, onun həvəsi olmayacaq musiqiyə. Ona görə də indiki zəmanədə maşallah bizdə çox uşaq üçün məktəblər var. Gedirsən o məktəbdən, sən əsas məktəbdən gedir. Ondan sonra gəlirsən ora, musiqili məktəbdir. Məsəl üçün sizin burada yanınızda çox gözəl bir məktəb var, Belkantı. Uşaqlar gəlirlər orada rəsmlə məşğul. Uşaqlar orada gəlirlər pianinadır, gitaradır. Yəni bir çox alətlərə yəni valideynlər istəyir ki, bilsin. Niyə? Ona görə ki, siz uşaq o belə deyək, götürək elə pianino dərslərini. Pianinoya gedəndə orada 7 notdur. Do, re, mi, fa, sol, la, si, do. O qədər uşaq öyrənir ki, əgər mən
Doğudan sonra məsəl üçün bu əsərdə R-yə vursam və yaxud si bemolə o alınmayacaq. Bu onun beynində özünü format. Bu həyatda da belə olur. Yəni mən ora vaxtında getməsəm çatdırmayacam. Mən bunu belə eləməsəm aləm dəyər bir-birinə. O onda formalaşır. Beyin dəyişilir. Ona görə də imkan varsa uşaqları mütləq musiqiyə qoyun. Bu o demək deyil ki, o gedib hansısa bir məşhur dünyada gözəl pianoçu olacaq. Yox. Amma onun beynini bir dəyişəcək. Dəyişəcək o və rəsmdə həmçinin əgər sən o qələmlə hardasa nəsə ora vurmadan ora göz o göz deyil və o rəsmdə artıq o adama oxşamır. Ona görə bu mütləq övladlarınızı bacardığınız qədər bu məktəblərə verin ki, ümumiyyətcə özü formalaşsın. O demək deyil ki, mən yenə deyirəm, rəssam olsun və yaxud musiqi olsun, yox. Amma beyində bir çox dəyişikliklər olacaq. Mən sizdən çox razıyam. Mən də hər zaman onun tərəfdarıyam ki, uşaqları hansı kurslara qoyursunuzsa maarifləndirmək üçün onun biri mütləq incəsənət olmalıdır. Bu mütləq o incəsənət adamı olacaq deyil. Sadəcə bayaq biz dediyimiz kimi yaratma qabiliyyəti, beyin fərqli işləyəcək və hər zaman o başqa sahədə də olsa bir şeyləri yaratmağa, qurmağa cəsarəti olacaq. Bəli. Sizin o bayaq dediyiniz kimi ki, siz əzimli olmaq ki var, hərəkətə keçmək ki var, həyatın hər anlamında. O bayaq siz misal çəkdiniz, toyda birini tapdım, yanına yaxınlaşdım. Bax o hərəkətə keçmək lazımdır ki, hər zaman ki o həyatımızda da o şansı o tapa bilək həyatımızda. Bu indiki gənclər biz bildiyimiz gənclər deyil. Mən bir neçə gün bundan qabaq özümü bilirsiniz nədə tutdum. Mən dedilər ki, Ədəd, mən burada bir dənə yazın, bir dənə qol çəkin, bir öz atfın. Mən gördüm ki, artıq əl düzgün yaza bilmir. Niyə? Ona görə ki, mən səhərdən axşama kimi telefondayım, çap eləyirəm. Onda mən başa düşdüm ki, gərək oturub nəsə yazasan gündə. İndiki uşaqlar məktəbdə nə yazdılar. Ondan sonra bütün yazını, hər bir yazıları eləyirlər telefonda. Əl artıq o əl deyil. Mən sizə deyim, yazanda beyin başqa cür işləyir. İndi telefondan tamam başı və siz bir neçə ildən sonra, 10-15 ildən sonra ümumiyyətcə beyin belə bu tərəfə yönəldiləcək və artıq çox təəssüflər olsun ki, ola bilsin qələm də olmayacaq, ehtiyac olmayacaq. Siz görürsünüz ki, indi süni intellekt nə istəyirsə eləyir, bütün tekstləri yazır. Əvvəl biz bunu əllə yazırdıq. Ona görə də mən onu bax özümdə hiss elədim. Uşaqlar artıq bəzi bacarıqlarını bu artıq gadgetlərlə bağlı, bu yeni texnologiyalarla bağlı tamam başqa olurlar. Mən bilmirəm bunun axırı necə olacaq. Vallahi bir daha biz yenə də deyirəm, biz bacardığımız qədər indi mən öz yaş cavanlara dəstək, biz onları çox istəyirik. Həmişə istəmişik ki, bizim gələcəyimiz onlar olacaq, gələcəyin müəllimləridir, gələcəyin nazirləridir, gələcəyin həkimləridir, o uşaqlardır. Və bu uşaqlara həmişə dəstək olmaq lazımdır. Və insan, bilirsiniz, deyirlər ki, insan nə vaxt qocalır? İnsan o vaxt qocalır ki, bu həyatda yaşamaq istəmir. Onda insan qocalır. Və bir çox yaşlı insanlar görürsəm cavanlara paxıllıq edir. Eləməyin, yaxşı şey deyil. Biz də cavan olmuşuq. Görürsən gedir, 80-90 yaşındadır, cavanlara bax, bunlara bax, ürəyində deyir, niyə mən qocaldım, bunlar cavan qaldılar. Onu eləyəndə siz daha da tez qocalırsınız və orqanizm də qocalır. Ona görə də həmişə deyin ki, ay Allah, nə yaxşı bizim cavanlarımız var, bunlar yaxşıdırlar. Cavanlara çox qocalar paxıllıq edirsiniz, biləsiniz. Ona baxmayaraq biz cavanlığımızı hamımız görmüşük. Siz də, mən də. Stimul vermək lazımdır ki. Oğul istəyirəm, qocalığı görəsən. Hər adam ona çatmır. Görürsən 40 yaşında, 50 yaşında
dünyasını dəyişir. Biz artıq görəndə ki, bu adamın 90 yaşı, 80 yaşı, ora çatmaq indiki zamanədə çox çətin bir şeydir. Ona görə də mən hər bir kəsə arzu edirəm can sağlığı, bizim bu yenə də deyirəm cavanlara dəstək olsunlar, öz gözəl cavanlığını yaşasınlar, öz gözəl o yaşlı vaxtlarında yaşasınlar. Onun da bir başqa ləzzəti var və maksimum dərəcədə bu həyatdan siz gərək ləzzət alasınız hər şeydə. Yeməkdə də, içməkdə də, deməkdə də, gülməkdə də. O kim ki sizə desə ki, bu nədir, bunlar rəqs eləyir, bunlar yeyirlər, içirlər, elə şey eləməyin. O gözəl bir şeydir. Həmişə arzu eləyən insanlara ki, gözəl həyatları olsun, bu həyatdan o ləzzətləri alıb və normal yaşa çatıb, ondan sonra da indi nə olar? Nəsə çox danışdım. Çox gözəl danışdınız. Əksinə həqiqətən də bu dəqiqə siz demişkən qocalmağın özü belə bir başqa bir siz demişkən 60-ı, 70-i keçəndən sonra artıq həqiqətən də heç kəsin hədəfi, yaşamaq istəyi qalmır. Hətta mənim babamın 95 yaşı olur bu il. Maşallah, maşallah. Mən həmişə gedəndə ondan soruşuram ki, bir də bir sirrini paylaş bizlə, biz də bu yaşa gəlib çataq. O həmişə deyir ki, heç nəyi qəlbinə alma. Hər şeyi demirəm vecsiz, sadəcə dərindən yaşamaq. Bəzi şeyləri öz yoluna buraxmaq. Sizin dediyiniz kimi çox gözəl ifadə. Həzz almaq lazımdır yediyimizdən də, içdiyimizdən də, gördüklərimizdən və gəzməyi, görməyi, yeni insanlarla tanış olmağı. Əlbəttə. Sizi bilirsiniz, hər bir insan xarici dövlətdən qayıdandan sonra elə bir nəsə onda dəyişilir. Biraz da olsa hiss eləyir ki, o təyyarədə qayıdanda ki, belə. Amma o sizi dəyişdirir. Hər bir insanla siz oturub duranda 5 dəqiqə, 10 dəqiqə o da sizi dəyişir. Məsəl üçün, mən burada indi sizlə yarım saat oturacam. Mən əminəm ki, nəsə siz özünüzə götürəcək, nəsə deyəcəksiniz ki, əşi, bu nə danış deyir burada, bu da heç, bu heç, bunu, amma məsəl üçün deyirəm. Ona görə də bu həyatda çalışın, maraqlı insanlarla oturub durun. Maraqlı. Ola bilsin sənin ali savadın ola bilər, amma sən maraqsız adamsın. Ola bilər sən, məsəl üçün, gözəl bir rəssamsan, amma maraqsız bir insansan. Çalışın maraqlı insanlarla oturun ki, nəsə özünüzə götürə bilərsiniz. Və mən açığı bu başdan indi bu yaşıma çatmışam və harasa gedəndə artıq bilmək istəyirəm kim olacaq orada. Kim olacaq? Ümumiyyətcə söhbət nədən gedəcək? Dostlarım olacaq? Tanışlarım olacaq? Ola bilsin yarısı tanıyıram adamları, yarısını tanımıram. Buna uyğun özümü hazırlayıb və ora gedirəm. Və əgər görürsən ki, məclis bir şey qatmır insanla. Maraqlı deyil, mən bağışlayın, getməliyəm. İndi çox deməli, bunun nəsə xoşuna gəlmədi burada. Maraqlı adamlar başqa şeydir. Ali savadlı adam tamam başqa bir şeydir. Ona görə də həyat budur. Həqiqətən də elədir. Ətrafımız əslində bizi təmsil edir. Dünya görüşü çox olan, həqiqətən də maraqlı insanlarla tanış olub danışdıqca siz də maraqlı olursunuz. Daha çox özünüzə bir şey qatmağa başlayırsınız. Amma hal-hazırda bir çox insanların ən böyük səhvlərindən biri odur ki, cahil insanlarla, olsun ali savadlı ola bilər, universitet bitirmiş, magistr yəni bitirmiş ola bilər, amma heç nə bilmir, dünya görüşü yoxdur. Gəzdiyi yerləri belə, yəni sadəcə gəzmək adı ilə gedir. Heç nəyi özünə qatmadan. Məsəl üçün mən bilirəm ki, bir çox yerlərə gəzirsiniz, yəni nə mənada görürsünüz, insanlarla ünsiyyət qurursunuz.
Bu insandakı o kəşfi sizdən öyrənmək istəyərdik ki, baxın, insanlar gəzdikcə o demək deyil ki, sadəcə orada olmaq. Hə, mən İtaliyaya getdim. İtaliya adına görə yox. Yəni orada nəyi özlərinə qatmalıdır? Məsəl üçün çox yaxşı dediniz ki, cavanlar hal-hazırda heç nə etmədən bəzi şeyləri belə deyim də telefonla hər şeyi süni intellektlə həll etməyə çalışır. Başını qaldırıb dünyaya belə baxmaq istəmir ki, Evet. necə dönür bu dünya. Amma bu başını qaldırmaq, bu stimulu deyirlər. Dedik ki, o cavanlara biraz dəstək olmaq lazımdır ki, bir başını qaldır, dünyaya bax, həyatı gör. İndi o Maraqlı şeylər yoxdur. çoxdur. İndi o çoxu istəmir o cavanlara dəstək olsun. Deyir, nə etməyə mənim özünün dərdi böyükdür. Siz düz dediniz, var görürsən ki, alimdir, yaxud müəllimdir, gözəl fizika müəllimidir, yaxud riyaziyyat müəllimidir. Bu sinus, kosinus, tangens, katangensdən çox gözəl başı çıxır. Amma oturub oyla nədən danışırsan? Mənim üçün də maraqlı deyil. Məsəl üçün o hipotenuza və s. də məsəl üçün deyirəm. O adam da o gedib dərsə, uşaqlara dərs deyib, dərsdən də qayıdıb gəlib evə. Nə dünya görüb, nə bir şey. Amma çox gözəl riyaziyyatçıdır. Ola bilər. İndi sizin özünüzün o seçimidir. Adam var, ola bilsin, elə adamlar onun üçün maraqlıdır elə. Mənim üçün elə bu maraqlıdır, riyaziyyat. O da var. Onu da gərək siz o uşaqda görəsiz. Uşağın görən nəyə meyli var? O demək deyil, mən yenə də deyirəm ki, siz uşağı qoydunuz pianinoya və üzgüçülüyə, idmana, nə bu uşaq hansısa bir dünya çempionu olacaq. Yox, qoy o axtarsın, baxsın, tapsın. Özünü hardasa görürsə, aha, bunun çox xoşuna gəlir, məsəl üçün, fizika və yaxud kimya. Lab yaxşı, buna şərait yaratmaq lazımdır. Müəllim tutmaq lazımdır ki, bu kimya ilə, ola bilsin kimsə güləcək ki, kimya nədir, sən Allah get, İqtisad Universitetinə qəbul ol. O da var, amma görürsünüz uşağın nəyə meyli var, o yoxsa ki, uşaqlar var, yox, sən mütləq həkim olmalısan. Məsəl üçün, uşaq da deyir, mən olmaq istəmirəm həkim. Mənim xoşum gəlir, məsəl üçün, bu IT texnologiyalardan məsəl. Xoşuma IT, aha, onda biraz yönəldim, müəllim tutun imkan varsa. Mən indi bir çox dostlarıma məsəl üçün məsləhət, sən nə məsləhət görürsən bu uşaqlara, nə ilə məşğul olsunlar? Deyirəm, valla, siz o qədər bu uşaqları yükləyirsiniz. Bu uşağın 7-8 yaşı vardı. Bunun hələ oyuncaq oynayan vaxtıdır. Qoyun, o oyuncaqla oynasın. Yox, o uşağı ingilis dilinə qoyurlar, üzgüçülüyə qoyurlar, rəssamlığa qoyurlar, pianinoya qoyurlar. Hələ bu məktəbə də gedir, axşam da uşaq zombi kimi evə gəlir. Olmaz. Mən məsələ üçün məsləhət görərdim, stol üstü tenis mütləq uşaq üçün. Bu həm aeroblu idmandır, həm göz üçün yaxşıdır, həm beyin üçün yaxşıdır, həm əl, qol, hər şey, bütün bədən işləyir. Və Kitay dilinə. Mən kimə 5 il bundan öncə, 2 il bundan öncə məsləhət görmüşəmsə və onlar o məsləhətə qulaq asıb indiyənəcən qoyublar uşaqları Kitay dilinə, hamı deyir, Allah sənin canını sağ eləsin. Adam var indi deyəcək, nə Kitay dili. Son 30 il bir çox bizim günümüz, güzaranımız, işimiz Kitayla bağlı olacaq. Ona görə də mən yəni bilmədiyim şeyi demərəm. Və əgər indi qulaq asırlar, indi baxırlar, nəzərə alsalar eləsələr, mən əminəm ki, onlar uduzmayacaqlar. Vaxt gəlib deyəcəklər ki, bax sizin verilişinizdə bizə belə bir məsləhət gördü. Ona görə də başqası bir şey məsələn. Mən dediyim, yəni mən əminəm ki, yəni sizin uşağınız doğrudandır. Və əgər mən yenə deyirəm, görürsünüz uşaq hansı nəyəsə meyli varsa, bu fototexnikaya, məsəl üçün, alın,
qoy məşğul olsun, baxsın, bəlkə o fototexnika ilə məşğul olub başqa bir səviyyəyə çıxacaq. O da var. Amma ki, durum bunu eləmə, onu eləmə, ora getmə, bura getmə və həmişə o uşağın üstündə kontrol olmalıdır, mütləq. Bu o demək deyil ki, məsələn, hər şeyi icazə verirəm, hər şey eləyə bilərsən. Yox, elə, amma mən də bir nəzarətdə qalsın ki, bu nədir, nə edir orada, nə eləmir, bu çox vacibdir. Mənə çox danışdım, nə deyirsən, hə? Çox gözəl danışdınız. Yox, yox, Estağfurullah. Əslində çox gözəl danışdınız. Bəli, bizdə əksər valideynlərdə fərqlidir. Hansı sahədə zəifdirsə, biz oranı gücləndirməyə çalışırıq. Bizim valideynlərdə əksinə isə hansı sahəyə meyllidirsə, biz daha çox o sahəyə yönləndirməliyik. Nəinki zəif tərəfini gücləndirməyə çalışmalıyıq. Və buradan belə bir sual vermək istəyirdim sizi. Bayaq siz dediniz ki, insan var çox alimdir, riyaziyyatçıdır, amma çox maraqsız insandır. Bizim də hər birimizin bir titulumuz var, bir adımız var. Birimiz müəllimik, birimiz iş adamıyıq, birimiz nə isə. Hərəmiz bir şeyik də. Amma bizdən o adımızı, statusumuzu, titulumuzu alanda ki, yerdə qalan özümüz ki qalırıq, insanın o ki dəyərləri qalır. Sizə görə insanda olmazsa olmaz o hansı dəyərlər olmalıdır insanda ki, hər zaman o sizdə olsun? Birincisi, çalışır kimi paxıllıq eləmə. Bizdə o indi dəbdədir. Oturan kimi paxıllıq edir. Hə, bu mən kökəm, bu arıqdır və yaxud mən bunu bilirəm, bunu bilmir. Bunun avtomobili var, mənim yoxdur. Bu gedib orada hardasa otura bilir, mən orada otura bilmirəm. Paxıllıq. O paxıllıq olmasa elə bilin ki, bir 50% sizin işləriniz artıq düzələcək. İkincisi, çalışın gözəl paltarlar giyin. İnsan birinci sizi görəndə paltara görə hörmət eləmək istəyir. Sonra siz ağzınızı açırsınız, oradan nəsə başqa bir sözlər gəlir və siz o insanın gözündən düşürsünüz. Və yaxud sizin gözəl avtomobiliniz ola bilər, o avtomobildən siz düşdünüz, elə bir salam verdiniz, elə bir özü, o avtomobil də gözdən düşür, özü də, onun sanı da, onun hörməti də, onun adı da, məsəl üçün, regaliyaları da olur heç nə. Ona görə də gözəl geyimlə, gözəl danışıq birbirini tutanda olur əla. Ona görə buna diqqətlə fikir vermək lazım. Yoxsa ki, mən gəldim, mən demirəm ki, paltar bahalı olmalıdır. Mən o söz demədim, gözəl olmalıdır. Paltar ola bilsin adamın imkanı yoxdur, nə olur? Amma onu elə geyinib ki, onun üstündə oturur. Təmizdir paltar. Mən adam tanıyıram, 10 ildir bir paltar geyinir, amma onu elə səliqəli saxlayır, təmiz. O da onu yüksəldir bizim qarşımızda. Nə olur, indi adamdır belə, imkanı var, imkanı yox. Üçüncüsü də mən yenə o paxıllıqdır, xarici görünüşdür, danışıqdır. Sonra nə? Sonra birdən yadıma düşmür, amma əsası mən əgər bunu dedimsə, deməli bu Sizin üçün üç önəmli şey. əsasdır. Əslində həqiqətən də doğrudur ki, ilk geyimimizlə qarşılayırlar. Yəni sonra isə təbii ki, ağlımızla, danışığımızla yola salırlar. 13 mayda Heydər Əliyev sarayında konsertiniz olacaq. Bu qaçınızda bizə də vaxt ayırdığınız üçün çox sağ olun. Dəyərli fikirlərinizi, bu məncə həqiqətən də hər bir mövzu özü qızıl deyləri, məsləhətlər idi. Məncə izləyicilərimiz də bunu görüb həqiqətən də əsas da mən deyərdim, mən özümdən götürdüyüm o Kitay dili məsələsi var ki, həqiqətən də doğru deyirsiniz, bu qaçılmazdı. İndi bu məsləhətləri bizdən paylaşdığınız üçün, bizim verilişimizdə bunları dilə gətirdiyiniz üçün çox sağ olun həqiqətən Mən də. də sizə çox sağ ol deyirəm və əminəm ki, hansısa mən bir sizinlə bu dialoqumuz kimsə indi baxıb, eşidib, nəyisə özü üçün götürsə, ona o kömək olsa bu həyatda mən çox şad olaram.
və mayın 13-ü, bəli siz düzdür, Heydər Əliyev sarayında bizim solo konsertimizdir. 25 musiqiçi. Orada gözəl bir şou olacaq. Orada mənim dostlarım hərəsi bir mahnıda hansısa bir məqamını ifa eləyəcəklər. Həmin o konsertdə mənim nəvəm də bir rol alıb o da olacaq. Bəli, həmin o mən tək qalanda mahnısında, Qoca Çinar mahnısında bizim qızımız orada o yerini oxuyacaq. Abbas Bağırov da orada bir muğam deyəcək. Necə var idi. Vüqar Meyxana bizim dostumuz Qara Abdulov öz parçasını ifa edəcək. Yəni mən sizə xırda bir açıqlama verdim, amma çox gözəl bir şou olacaq. Mən hər bir kəsə Səbirsizliklə gözləyirik. Bəli, Həqiqətən də bəli. mütləq olacaq biz Biz ikimiz də də. gəlib Feyziyə həmin baxarıq. sizin sevimli mahnılarınızı biz orada belə başqa bir abu-hava ilə təqdim eləyəcəyik. Həm Dünya Sənindir Gözəl, Bir Yaz Axşamı, Əzizim, Qoca Çınar, İtirdim, Sirinada, Mən Tək Qalanda və s. Çox. Bizim uşaqlığımızın mahnılarıdır. Ona görə beynimizə həkk olub bunlar və Çox fərqli gözəl bir konsert dəyəri var. olacaq, inandırım sizə. Yəni Əminik. ssenarini özüm eləyirəm. Ona görə də əminəm ki, yaxşı olacaq, siz də dəvət edirik. Çox sağ olun. Çox sağ Təşəkkür olun. edirəm, Həqiqətən Ədalət də bəy. çox sağ olun. Çox maraqlı idi. Konsert isə daha maraqlı gəlir. Çox Bizə gözəl. qatdığınız üçün özünüzdən, ruhunuzdan, o dəyərli məsləhətlərinizlə, sözlərinizə, bəzən məsləhət olmaya bilər, amma bir söz insanda bir çox şeyi aydınlada bilər. Çox sağ olun özünüzə. Siz sağ olun. Aranız, enerjiniz üçün, hər şey üçün Həqiqətən. təşəkkür edirəm. Çox sağ olun.